Salam, sabahınız xeyir olsun mənim dəyərli izləyicilərim və gözəl xanımlar. Hər birinizi mətbəximdə, evimdə xoş gördük. Nətərsiz? Məni soruşsa, şükür mən də yaxşıyam. Allah hər birinizi var eləsin, razı olsun hamınızdan. Gözəl xanımlar, bugün mən badımcan ikrası hazırlamaq istəyirəm. Bu videomu da, vlogumu da gözəl izləyicilərimlə bölüşüm. Başlayaq işimizə. Uğurlar olsun hər birimizin işinə. Nə qədər xanımlar kanal işlədir. Allah hamısına kömək olsun, işləri avand olsun. Canları sağ-salamat olsun, ruzuları, bərəkətləri bol olsun, içi biz qarışıq. Amin inşallah. Əziz xanımlar, burada mən badımcan qoymuşam, yuyub təmiz. 2 kiloqram yarım badımcanımızdır. 1 kiloqram soğanımızdır. 1 kiloqram da qırmızı bibərimizdir. 1 kiloqram da pomidordur. Yaşıl biber de şirin biberdir, uzun soğuk olduğuna baxmayaraq şirin biberdir. Bunlardan da istifadə edəcəm inşallah. Proseslərin hamısını sizinlə bölüşərəm. Xanımlar, burada evdə məndə zoğal var idi. Dedim ondan kompot hazırlayayım. 2 balon da kompotumuz olacaq, zoğal kompotumuz. İnşallah. Bir bankada kiloluq banka ilə bir zoğal turşusu eləyəcəm. Dəymişlərin hazırladım, tökdüm balona kompot üçün. Biraz kalları da hazırladım, bir banka çıxdı. 1 kiloluq banka ilə bir. Onu da turşu hazırlayacağım. Xanımlar, bunu da hazırlamışam. Xiyar turşusudur. Dünən gecədən xiyarı qoydum soyuq suya, yuyub, təmiz. İndi də yığdım balonumuza. Bütün ədavaların hamısını tökmüşəm, ərzaqların. Qaynamış isti suyumuzu da tökmüşəm üzərinə. İndi mən bu suyu boşaldıb, təkrar duzunu, şəkər tozunu töküb, qoyacağım 5 dəqiqə qaynasın. Sonra ağzını bağlayıb götürəcəm inşallah. Xanımlar, yenə deyirəm, kanalıma abunə olun, dəstək olun, dəstək də olursunuz. Allah hər birinizdən razı olsun. Çox razıyam, çox. Yorumları yazın, fikirlərinizi bildirin inşallah. Təkrar görüşərik. Əziz bacılarım, mən kompotlarımı, turşularımı bağladım, qutardım, şükür. 2 ədəd 3 kiloluq balonla bir zoğal kompotumuz çıxdı. 1-2 kiloluq, 1-1 kiloluq da bizim xiyar turşumuz çıxdı. 1 kiloluq da bizim zoğal turşumuz çıxdı. Xanımlar, mən turşuların duzunu, şəkər tozunu tökəndə sizlə bölüşmədim. Dedim zaten vaxt alaram. Ona görə də elə özüm tökdüm hamısını. Qaynatdım. 15 dəqiqə kompotları qaynatdım. 5 dəqiqə də turşuları qaynatdım ayrı-ayrılıqda. Xanımlar, turşunun içinə gedibdi acı biber qırmızı rəngdə. Qrin yarpağı, dəfnə yarpağı, sarımsaq, ondan qara dənəvər biber, bir də 3-4 dənə mixək attım içinə dad olaraq. Eynən zoğalımıza da gedibdi dəfnə yarpağı, sarımsaq, dənəvər, qara istiot, bir də mixək 3-4 dənə. Bu xiyar turşumuzda eyni resept bununki kimi. Xanımlar, şükür bu balonumuzu bağladım, kompotumuzu, turşumuzu qutardım. İnşallah indi bunları mən yerləşdirəcəm, üstünü möhkəm yun adyalla örtəcəm. 1 sutka qalacaq inşallah. 1 sutkadan sonra üstünü açıb öz yerlərinə yerləşdirəcəm inşallah. Xanımlar,
İndi mən başlayacağım ikramımızı eləməyə. İkranı da necə? Badımcanımızı doğrayacağım, soyacağım, hazır qoyacağım. Pomidorumuzu da, ondan biberimizi də, soğanımızı da hamısını hazır vəziyyətdə inşallah qarşınıza çıxaracağım. İzləmədə qalın. Yorumlar yazmağı unutmayın. Abunə olun, like edin. Əsla mənim üçün ən vacib bunlardır. Yenə deyirəm xanımlar, çox sağ olun. Allah hər birinizdən ayrı-ayrılıqda razı olsun. Yazırsınız, fikirlərinizi bildirirsiniz. Çox xoş, gözəl sözlər yazırsınız. Mən hardasa bir 4-cü aya keçibdir kanalı açmışam. Hələ bir mənfi rəy görməmişəm. Belə gözəl sözlər yazırsınız. Allah yazan əllərinizi var eləsin. Baxan gözləriniz ağrımasın, nurlu olsun. Allah sizlərə can sağlığı versin. Biz də sizlərdən ötürü gəlirik, qarşınıza çıxırıq. Yenə deyirəm xanımlar, gənc ailələr var, yeni ailə quran xanımlarımız var. Onlar baxar, nəsə götürər bizim kanalımızdan, bizim mətbəximizdən. Onlar üçün də rahat olar. Göydən düşmə olar bizim reseptlərimiz. Ona görə də biz qarşınıza hər zaman hazır vəziyyətdə çıxırıq. Allah da sizdən razı olsun. Zəhmətə, əməyə, əziyyətə qiymət verən gözəl xanımlar, izləyicilərim. Yenə təkrar görüşərik inşallah. İzləmədə qalın. Yenidən xoş gördük hər birinizi, gözəl bacılarım, gözəl izləyicilərim. Mən burada demək olar ki, badımcanımızın hamısını soydum qabığını, bir 20 dəqiqə duzlu suda saxladım, 2 xörək qaşığı duz tökdüm, soyuq suda, duzlu suda saxladım və sonra onu yudum təmiz-təmiz, yığdım öz qabına. Xanımlar, soğanımızı doğradım. İndi mən bunları maşından keçirəcəm hər üçün. Biberimizi də, bu pomidorumuzu da doğramışam, qabığını soymuşam, hazırdır. Biberlərimiz də hazırdır hamısı. Bu da bizim sarımsağımızdır. Bunların hamısını maşından keçirim, hazırlayım. Sonra pişirməyə başlayanda inşallah gözəl bacılarım yenə sizlə təkrar görüşərik inşallah. Əziz xanımlar, badımcanımızı maşından keçirdim, aş düzəninə keçirdim, altına da belə bir qab qoydum ki, yenə də suyu süzülsün ora. Çox qəşəng badımcan çıxdı, belə toxumu az, xoşuma gəldi. Bu da bizim soğanımız xanımlar, keçirdim maşından, acılığını çıxartdım. 1 kilogram soğandır. Bu da pomidorumuzdur, 1 kilogram. Bu da qırmızı bibərimizlə yaşıl biberdir. Maşından keçirdim, sarımsağımız. Bura indi mən qarğıdalı yağı tökürəm, durur. 200 qram töküm, stəkan 200 qram tutur. Bir de 200 gramın yarısı. 100 gram yani. Belə. Xanımlar, indi mən soğanımızı qazın üzərinə qoyun, qəşəng orada soğanımız qorulsun. Nətər ki leçoda dedim, qızılı rəngə çönüncə qorulacaq. Bu da eynən badımcan ikramımızda da elə. Qəşəng soğanımız qorulsun, sonra davamlı olaraq tərəvəzlərimizi bir-bir tökəndə hamısını yenə sizlə bölüşərəm inşallah. Əziz izləyicilərim, izləmədə qalın. Gözəl xanımlar, soğanımız qəşəng burada qorulur. Yavaş-yavaş. Soğanımız qəşəng qorulsun. Aldıcıl pomidorunu tökün. Pomidor da suyunu çəksin. Yerdə qalan tərəvəzlərimizi də bir-bir hamısını tökəndə sizlə bölüşəcəm inşallah. Allah sizdən razı olsun. İzləmədə qalın.
Diqqətlə baxın, xahiş edirəm. Bu badımcan ikramın reseptinə də diqqət yetirin. Ola bilsin hələ qışa siz də hazırlıq görməmisiniz, ikra hazırlamamısınız. Mən bu ikramdan hazırlayarsınız. Xanımlar, adamlar var, kök tökür. Mən tökmürəm kök. Tökənlərə də çox böyük hörmətlə yanaşıram. Hərənin özünün şəxsi fikri var, resepti var, yenə deyirəm. Mən amma heç vaxt kök tökməmişəm. Nə də sirkə tökmürəm. Mənim reseptimdə bunlar yoxdur. Siz də hazırlayarsınız. Hərənin özünün ağız dadına uyğun öz pişirdiyi leçosu var, ikrası var. Mən də bu cürə hazırlayıram. Siz də istəsəz mənim reseptimdən hazırlayarsınız və mənə fikirlərinizi yazarsınız inşallah. İzləmədə qalın, davamlı yenə izləyərsiniz vlogumu. Soğanımız artıq burada qəşəng qovrulur. Xanımlar, leçodur, ikradır. Bunlara soğan xüsusi dad verir. Özü də necə qovrulanda, qəşəng pişəndə, yağda qızarıb qovrulanda doğrudan qəşəng dad verir. Leçoya da, ikraya da, badımcan ikrasına. İndi mən bura pomidorumuzu töküm. Tökdüm pomidorumuzu da qəşəng qatışdırın. Xanımlar, duzunudur. Ondan sonra pesokudur. Onları da tökəndə yenə hamısını göstərəcəm. Biraz pomidorumuz suyunu çəksin. Sonra mən bura davam edəcəm badımcanımızla biberlərimizi inşallah. Gözəl bacılarım, sarımsağı tökdüm pomidor soğanımızın üzərinə. Bax, görürsünüz, yağa düşübdür. Sarımsağı tökdüm, qəşəng. İndi mən bura töküm badımcanı. Badımcanımızı da tökdüm. Sonra mən bura töküm biberlərimizi. Bütün tərəvəzlərimizi tökdüm, xanımlar. İndi mən bura qəşəng qarışdırım. Siz də diqqətlə izləyin. Sonra bura tökəcəm duzunu, şəkər tozunu, bir də duru yağı. Xanımlar, bu qabda hazır 2 xörək qaşığı dolu duz tökmüşəm. 1 xörək qaşığı dolu pesok tökmüşəm, yəni şəkər tozu. Onu da töküm ikramımızın üzərinə. Bax belə. Burada da xanımlar, bir dəqiqə. Bax, yəqin ki düşdü telefonda. 2 barmaq aşağı stəkanımızdan, 200 qramlıq stəkandan 2 barmaq aşağıda duru yağı tökürəm qəşəng. Qatışdırın. Xanımlar, inanırsınız, o qədər qəşəng, tatlı bir ikra çıxır. Mən sizdən xahiş eləyərəm, siz bu ikradan hazırlayın və mənə kommentlər yazın. İndi xanımlar, mən bunu telefonu söndürəndən sonra qəşəng qarışdırıb, vanxodda qapağını ağzına qoyacağım, qəşəng pişsin. Badımcandır, bibərdir, hamısı orada qəşəng pişsin. Çünki çiğ qalsa o xarab ola bilər, zay ola bilər. Ona görə də badımcan qəşəng pişməlidir. Onu da pişməyini də göstərərəm sizə. Sonra proses davamlı nətəri gedir, hamısını göstərərəm inşallah. Salam, təkrar gözəl izləyicilərimiz. İkramız artıq pişibdi demək olar. Hazırdır, yağa düşübdür. Xanımlar, özünüz də görürsünüz yəqin ki,
Bax, yağa düşübdür. Rəng olaraq, rəngi də maşallah çox qəşəngdir. Bütün tərəvəzlər hamısı pişibdir. Demək olar ki, ikramız hazırdır. Mən bankalarımı yumuşam, soda ilə sterilizasiya eləmişəm, hazırdır. İndi mən elə ikramız üstündə belə pişə-pişə bankalara yığıb ağzım bağlayacağım. Onu inşallah hazır formasını sizlə bölüşəcəm. İzləmədə qalın, əziz bacılarım. Salam, gözəl xanımlar, gözəl izləyicilərim. Gəldim videomuzun sonluğuna çatdım. Şükürlər olsun bugünümüzə də. İkramız pişdi, hazır oldu. Bax belə 2 banka ikra çıxdı. Bir bu balondan bir də bu 1 kiloluqla bir də bu tarelkada qaldı. Tökdüm, dedim bunu da sizə görsədim. Xanımlar, görün nə gözəl rəngi var. Hər şey içində bilinir. Biberi də, pomidoru da, badımcanı da. Hamısı ayrı-ayrılıqda pişibdi, amma bilinir ki, bunun içinə nə vurulubdur və çox qəşəng dadı var. Duzu, şəkər tozu, istiyotu, hamısı yerindədir. Maşallah, çox xoşuma gəldi bu ikram. Çox dadlı çıxıbdı, ürəyimcə oldu. Mən xahiş edərdim ki, siz də hazırlayasınız. Əgər qışa tədarük görməmsinizsə, mənim bu badımcan ikrası reseptimlə hazırlayasınız. Qışa tədarük görəsiniz. Xanımlar, bir də nə deyirəm sizə. Mənim leço olan videoma baxmısınız. Yeni izləyicilər gəlibdir. Hamısını salamlayıram. Çox gözəl kommentlər yazmısınız. Fikirlərinizi bildirmisiniz. Çox xoş oldu mənə. Allah hamınızdan razı olsun. Yazan əlləriniz var olsun. Baxan gözləriniz nurlu olsun. Allah sizlərə can sağlığı versin. Bizlər də sizlər üçün çalışırıq ki, qarşınıza çox qəşəng çıxaq, ləyaqlı çıxaq, adımıza layiq çıxaq. Bizim yenə deyirəm, gənc xanımlarımız var, ailə qruplar. Bax, onlar görürlər, götürürlər, hazırlayırlar. Nə xoş bizə ki, onlar da baxırlar, fikirlərini yazırlar, razı qalırlar. Allah da sizdən razı qalsın. Xanımlar, qəşəng bir dənə kofi, çay, ürəyiniz hansını istəyir, tökürsünüz, qoyursunuz yanınıza, içə-içə mənim bax bu vloguma baxırsınız, abunə olursunuz, like edirsiniz, fikirlərinizi yazırsınız. Hava da sərindir, çox yerinə düşər. Xanımlar, Allah hər birinizdən razı olsun. Baxan gözləriniz var olsun, nurlu olsun, yazan əlləriniz heç vaxt ağrımasın. Mən burada videomu sonluyum. Öpürəm sizi, bağrıma basıram. İnşallah Allahın izni ilə qismət olarsa yenə görüşərik Arzu'nun mətbəxində. Hələlik.